Bugünkü bölməmiz bağlayıcı sözlərdir, conjunction workdir. Birinci sualdan izah eləməyə çalışaq. Kanala abunə olmağı unutmayaq. Deməli, birinci suala baxaq, uşaqlar. Baxın, burada which 3 nöqtədən əvvəl gələn sözə baxaq. Which mətbəx cansız isimdir. Ümumiyyətlə, what-dan əvvəl isim gəlməz. Bu bir. A variantı buna görə səhvdir. Burada C variantında whom və yaxud D variantında whose bunlar şəxsə aiddir. Amma kitchen cansız isimdir. Ona görə canlıya aiddir. C variantımız və yaxud D variantımız səhvdir. Baxın, bu ikinci 3 nöqtədən sonra da is xəbərdir. V-dən də sonra xəbər gələ bilməz. Ona görə burada cavab qalır B variantı. Baxın, indi ikinci suala. İkinci sualda bir şeyi xatırlayaq uşaqlar. What to nadir, won dədir. Askdan sonra zət bağlayıcı gələ bilməz. Birinci halda burada nədir? Səhvdir. Deməli, Y variantımız səhvdir. Who's-dan sonra mütləq olaraq isim gəlir. Baxın, bu orada David xüsusi isimdir. Ona görə C variantımız da səhvdir. Burada ümumiyyətlə feildən sonra deyirdik what gəlir. Şəxsi olmadığına görə who-nan və yaxud whom-u da götürə bilmərik. Ona görə burada cavab qalır A variantı. Baxın, deməli, üçüncü suala. Üçüncü sualda 3 nöqtədən əvvəl gələn woman qadın. Bax, canlı isimdir. What-dan əvvəl isim gələ bilməz. 3 nöqtədən sonra is xəbərdir. V-dən sonra xəbər gələ bilməz. Which cansıza aid olur. Woman qadın canlıdır. Whose-dan əvvəl bəli, canlı isim gələ bilər. Sadəcə olaraq sonrasında da isim gəlməlidir. Burada xəbər gəl baxı. Ona görə B variantımız da səhvdir. Cavab qalır Y variantı. Dördüncü sualda. Baxın, bu cümlənin sonuna baxın. About. About söz önüdür. Cümlənin sonunda söz önü varsa, who-nan what-u işlədə bilərik. Ona görə burada cavab qalır who-dur və yaxud what-dur. Sadəcə olaraq, burada boy oğlan canlı isimdir. What-dan əvvəl isim gəlmədiyinə görə burada cavab qalır C variantı. Baxın, deməli, 5-ci suala. 5-ci sualda da, deməli, woman qadın canlı isimdir. Şəxslə uzlaşan bağlayıcılarımız who-dur, whom-dur, whose-dur, bir də zəti götürə bilərik. Deməli, şəxslə və ya uzlaşdıra bilmərik. Birinci halda A variantımız səhvdir. What-dan əvvəl isim gəlməz. D variantı səhvdir. Which cansıza aid olur. Y variantı səhvdir. Bəli, whose şəxsə aiddir. Amma whose-dan əvvəl də isim gəlir, sonra da isim gəlir. Əvvəlində canlı isim, sonrasında isim gəlməlidir. Burada əvvəldə gəlib. Deməli, mübtada xəbər gəldiyinə görə burada cavab götürəcək whom-dur. Yəni, cavab qalacaq C variantı. Baxaq burada 4-cü suala. 4-cü sualda, ümumiyyətlə, burada baxın, shop, mağaza isimdir. Burada, deməli, what-dan və yaxud how-dan əvvəl isim gəlməz. Birinci halda D variantı ilə Y variantımız səhvdir. Vay da burada mənasına görə baxaq. Ümumiyyətlə, 3 nöqtədən əvvəl isim varsa, çox vaxtı demək olar ki, zətlə which olur. Sadəcə olaraq, biz aldığımız yer var axı. We could buy some bread. Bir qədər çörək aldıq. Biz balaca mağazadan da haradan? Yer məkan olduğuna görə burada cavab qalacaq, yəni A variantı. Deməli, 7-ci suala baxaq. 7-ci sualda. Ümumiyyətlə, uşaqlar, 3 nöqtədən əvvəl feil varsa, çalışın bu feildən sonraki hissəni tərcümə edin. Ümumiyyətlə, feildən sonra which gələ bilmir. Ümumiyyətlə, zət də gələ bilməz. Onlar həftə sonunu keçirdəcək. Onlar həftə sonunu harada keçirdəcək? Deməli, iki dost qərara gələ bilmirdilər ki, həftə sonlarını harada keçirsinlər. Yəni, the two friends cannot decide where they will spend the weekend. Deməli, cavab qalır Y variantı. 8-ci suala baxırıq. Burada Lady xanım canlı isimdir. Və 3 nöqtədən sonra da xəbər gəlib. Which burada cansıza aid olur. What-dan əvvəl isim gəlməz. When-dən və yaxud V-dən və yaxud when-dən sonra xəbər gələ bilməz. Deməli, burada cavab qalır D variantı. Baxaq 9-cu sualda. 9-cu sualda burada da. Baxın, people 3 nöqtədən əvvəl gələn isimdir. People nədir? Canlı isimdir. Deməli, şəxsdir. Şəxslə uzlaşan bağlayıcılarımız who's-dur, who-dur, bir də whom-dur. What-dan əvvəl isim gəlməz. Which cansıza aid olur. Burada baxın, görürsünüz, xəbərdir. Whom-dan sonra mübtada xəbər gəlməlidir. Who's-dan əvvəl də canlı isim, sonra da isim gəlməlidir. Cavab qalır D variantı. Baxın, burada şirkət. Company şirkət cansız isimdir. Who-dur, whom-dur, whose-dur. Bunlar şəxsə aid olur. A-dır, B-dir, Y-dir, səhv variantdır. Qalır D-dir, yoxsa Y variantı. Burada meyit düzəltmək feildir. Ümumiyyətlə, V-dən sonra xəbər gələ bilməz. Burada da cavab qalır C variantı. Baxırıq 11-ci suala.
11-ci sualda person şəxs canlı isimdir. Who'sdir, whom'dir. Bunlar canlıya aiddir. Ona görə üzr istəyirəm uşaqlar. Burada person şəxs canlı isimdir. Deməli, which-dən əvvəl cansız isim gələr. Burada xəbər var. When-dən sonra və yaxud whose-dan sonra və yaxud whom-dan sonra xəbər gələ bilməz. Yəni cavab qalır burada B variantı. Baxın yenə də 13-cü sualda. Bax, remember xatırlamaq feildir. Ümumiyyətlə feil gəlirsə, feildən sonrakı hissəni, ümumiyyətlə 3 nöqtədən əvvəl feil gəlirsə, feildən sonrakı hissəni çalışın tərcümə edin. He had met Jenny before. O Jenny ilə əvvəllər harada qarşılaşmışdır. Yəni mənasına görə burada cavab görürük nədir? Y variantı. Ümumiyyətlə which feildən sonra gəlmir. B variantımız səhvdir. Jim could not remember where he had met Jenny before. Jim xatırlaya bilmirdi ki, o əvvəllər Jenny ilə harada qarşılaşmışdır. Yer məkan olduğuna görə cavab olur V-yə. Baxın 13-cü suala. 13-cü sualda what to now-dan sonra zət bağlayıcı gələ bilməz. Birinci halda A variantımız səhvdir, B variantı səhvdir. Who's-dan əvvəl canlı isim, sonra da isim gəlməlidir. Sonrasında isim gəlmədiyinə görə deməli A variantımız da səhvdir. İndi yenə də deyirəm, bu feil varsa çalışın feildən sonraki gələn cümləni tərcümə edin. The teacher know about the matter. Müəllim məsələ haqqında nəsə bilirdi. Şagirdlər bilmək istəyirdi ki, ona görə burada cavab qalır nədir? C variantı. Ümumiyyətlə tərcümə elədik, tərcüməsinə görə cavab qalır C variantı. 14-cü sualda. Baxın, burada 3 nöqtədən sonra is xəbərdir. Feildən sonra ümumiyyətlə zət gələ bilməz. Why-dan sonra, whom-dan sonra, when-dən sonra xəbər gəlmir. Burada cavab qalır Y variantı. Baxaq 15-ci suala. 15-ci sualda da həmçinin. Baxaq, burada is var. Is xəbərdir. Ümumiyyətlə, feildən sonra deməli, zət gəlmir. Why-dan sonra xəbər gəlmir. Whom-dan sonra xəbər gəlmir. When-dən sonra xəbər gəlmir. Burada da cavab qalır C variantı. Baxırıq 16-cı testdə. Baxın, bu 3 nöqtədən əvvəl gəlir, isim gəlib. Deməli, what-dan əvvəl isim gəlməz. Qeyd cansız isimdir. Who'dur, who's-dur, whom-dur. Bunlar canlıya aid olur. Bunu da çıxırıq, cavab qalır C variantı. Baxaq, uşaqlar, deməli, 18-ci sualda. 18-ci suala baxanda görürük ki, burada money. Money pul isimdir. Ümumiyyətlə, bir daha təkrarən deyirəm, what-dan əvvəl isim gələ bilməz. Birinci halda A variantımız səhvdir. Whose canlıya aid olur, şəxsə aid olur. Burada money pul cansızdır. Whose da buna görə gedir. Deməli, whom-dan sonra birbaşa olur. Whom da canlıya aid olur. Burada səhvdir. 3 nöqtədən əvvəl isim varsa çox vaxtı which-dən zət ola bilər. Burada da mənasına baxırıq da. Deməli, he had earned at the car wash. O maşını yumaq üçün kifayət qədər pul əldə etdi. Nəyi? Ona görə cavab burada qalacaq which-dir, B variantı. 19-cu sualda. Baxın, filan və güllər canlı, cansız isimdir. Whose canlıya aid olur. Deməli, what-dan əvvəl isim gəlməz. When və V-dən sonra xəbər gələ bilməz. Baxın, burada grow becərmək feildir. When-lə V-yə də çıxırıq, cavab qalır Y variantı. Baxaq 20-ci testdə. 20-ci testdə də burada bir daha 3 nöqtədən əvvəl gələn problem. Problem, məsələ canlı isimdir. Ümumiyyətlə, what-dan əvvəl isim gəlməz. Whom canlıya aid olur. Whom canlıya aid olur. Burada disturb, narahat olmaq da feildir. Why-dan sonra da feil gələ bilmir. Cavab qalır C variantı. 21-ci sualda. 21-ci sualda deməli 3 nöqtədən əvvəl gələn zemin. Men kişi canlı isimdir. What-dan əvvəl isim gəlməz. Which cansız aid olur. Whose-dan əvvəl canlı isim, sonrasında da isim gəlməlidir. İsim yoxdur. Bir daha da deyirik, cümlənin sonunda söz önü varsa, orada who olur, bir də what olur. Yəni cavab qalır A variantı. Bir dənə V-dir ki, from-la bərabər işlənə bilir. 22-ci sualda. Baxın, burada people, insanlar canlı isimdir. İnsanlar canlı isimdir. What-dan əvvəl isim gəlməz. Which cansız aid olur. Deməli, şəxs olduğuna görə burada V-ni götürə bilmərik. Whose-dan əvvəl canlı isim, sonrasında da isim gəlməz. Sonrasında mübtəda əvəzli gəlib. Whose da burada səhvdir. Bir də bir şey deyim. Bu cümlənin sonunda söz önü varsa, who-dur, what-dur. Burada da cavab qalır B variantı. Deməli, 23-cü suala baxın. 23-cü sualda da baxın, burada from cümlənin sonunda söz önü var. Ümumiyyətlə, cümlənin sonunda söz önü varsa, who-dur, what-dur. Bir dənə yeganə V-dir ki, cümlənin sonunda from-la bərabər neyini bilirik? İşlədə bilirik. Yəni, burada görürsünüz. Deməli, person də şəxs canlı isimdir. Burada which cansız aid olur.
Whatdan əvvəl isim gəlməz. Whose-dan əvvəl canlı isim, sonrasında da isim gəlməlidir. Burada əvəzli gəlib. Cümlənin sonunda da dedik, söz önü varsa who olur, bir də what olur. Və ya da from-la bərabər işlədə bilərik. Cavab qalır A variantı. 24-cü testə baxırıq. Baxın, bu kitab burada canlı isimdir, cansız isimdir. Burada whom səhvdir, who səhvdir, whose səhvdir. Çünki whomdur, whodur, whosedur şəxsə, yəni canlılara aid olur. Whatdan əvvəl isim gələ bilmir. Burada da cavab qalır D variantı. Baxırıq 25-ci testə. 25-ci testdə question sual. Sual cansız isimdir. Whatdan əvvəl isim gəlməz. Whosedur, whomdur, whodur canlıya aid olur. Cavab qalır burada whichdir. Baxırıq 26-cı sualda. 26-cı testdə ümumiyyətlə burada baxın görürsüz is xəbər var. How-dan, why-dan, when-dən, where-dən sonra xəbər gələ bilməz. Yəni cavab qalır nədir burada? B variantı. Baxırıq 27-ci testdə. 27-ci testdə. Deməli, bir daha deyirəm uşaqlar. Əgər 3 nöqtədən əvvəl feil varsa, çalışın birinci halda feildən sonra gələn cümləni tərcümə edin. You have just offer. Sənin təklifini indicə qəbul edir. İndicə sən təklif etmisən də. Deməli, I cannot expect. Mən qəbul edə bilmirəm ki, sənin indicə təklifin nədir? Nəyini də? Deməli, burada cavab qalır A variantı. Who's-dan əvvəl canlı isim, sonra isim gəlir. When-dən sonra bitmiş istem forması gəlməz. Deməli, which və yaxud z-dən əvvəl isim gəlməlidir. Burada isim nədir? Yoxdur. Deməli, 28-ci testə baxalım. Baxın, burada house, ev isimdir. Cansızdır. Whose canlıya aid olur, whom canlıya aid olur. Deməli, whatdan əvvəl də isim gələ bilməz. Cümlənin tərcüməsinə baxaq. At last they found a house which they really liked. Sonunda onlar xoşladıkları evləri tapdılar. Hansı evləri tapdılar? Xoşladıkları evləri. Evi. Deməli, burada da cavab qalır A variantı. Baxalım 29-cu testdə. 29-cu testdə uşaqlar, baxın, also delegate. Delegate nümayəndə deməkdir. Nümayəndə canlı isimdir. Deməli, which burada cansız aid olur. Whatdan əvvəl isim gəlməz. Have də malik olmaq, var olmaq xəbərdir. Whomdan sonra xəbər gəlməz və yaxud who'dan sonra xəbər gəlməz. Burada hələ cavab who'dur, e'dir. Who'dan əvvəl canlı isim, sonrasında da isim gələr. Amma burada xəbər gəlib. Deməli, who'dan əvvəl canlı isim, sonra da deməli, xəbər gələ bilər. 30-cu sualda, baxın, pasıl bağlama deməkdir. Bağlama cansız isimdir. Whatdan əvvəl isim gəlməz. Who'dur, whomdur, whose'dur, bunlar canlıya aid olur. Where'dən sonra xəbər gəlməz, burada cavab qalır D variantı. Baxırıq 31-ci sualda. Ümumiyyətlə 31-ci sualda 3 nöqtədən əvvəl fabric, factory isimdir. Whatdan əvvəl isim gəlməz. When'dir, whom'dur, where'dən sonra xəbər gəlməz. Burada xəbərdir, feildir. Deməli, burada cavab qaldı C variantı. 32-ci testə baxaq. Baxın, 32-ci testdə artist burada canlı isimdir. Deməli, whatdan əvvəl isim gəlməz. Which cansız aid olur. Deməli, şəxslə uzlaşan bağlayıcılarda when-i götürə bilmərik. Burada qalırıq whom'dur, yoxsa whose'dur. Whose'dan əvvəl canlı isim, sonrasında da isim gəlməlidir. Burada isə əvəzli gəlib. Whose da səhvdir, yəni burada cavab qalır C variantı. Baxırıq 33-cü suala. 33-cü sualda men kişi canlı isimdir. Which cansız aid olur. Whatdan əvvəl isim gəlməz. Whose'dan əvvəl isim, sonra da isim gələr. Burada A da səhvdir. Şəxs olduğuna görə burada when-i də götürə bilmirik. Cavab qaldı Y variantı. Baxaq, burada innocent cansız isimdir. Bax, burada da has malik olmaq, var olmaq xəbər var. Deməli, why-dan sonra, whom-dan sonra, whose-dan sonra xəbər gələ bilməz. Whatdan əvvəl isim gələ bilməz. Yəni, cavab qaldı A variantı. Baxın, 35-ci testdə. 35-ci testdə, baxın, burada studio cansız isimdir. Whatdan əvvəl isim gəlməz. Burada has malik olmaq, var olmaq xəbərdir. Why-dan sonra, whose-dan sonra, whom-dan sonra xəbər gəlməz. Cavab qaldı burada, yəni Y variantı. Baxın, uşaqlar, 36-cı testdə. Deməli, 36-cı testdə 3 nöqtədən əvvəl törəmə əvəzliklər gəlib, yəni everything gəlib. Törəmələrin sonunda sing varsa, bu cansız əşyalara aid olur. One və yaxud body varsa, bu zaman canlılara aid olur. Deməli, burada törəmələrin sonunda sing var. Deməli, cansızlara aiddir. Burada whose ola bilməz, whom ola bilməz, who ola bilməz. Çünki whose'dur, who'dur, whom'dur canlıya aid olur. Və törəmə əvəzliklərdən sonra biz what-u da işlədə bilmərik. Yəni, burada cavab qaldı D variantı. 37-ci testdə.
Baxın bir daha. Görürsünüz burada everything törəmə əvəzlikləridir. Törəmələrin sonunda sing varsa bu cansız əşyalara aid olur. Cansız əşyalara aid olduğuna görə deməli törəmələrdən sonra da ümumiyyətlə bağlayıcı söz olaraq da what zəti işlədirik. Törəmə əvəzliklərdən sonra what gəlməz. Why-dan sonra, when-dən sonra, how-dan sonra xəbər gələ bilməz. Burada da happen baş vermək xəbərdir. Yəni cavab qalır A variantı. Deməli, baxın 38-ci testdə. Baxın bu cümlənin sonunda görürsünüz nə var? From var. Həm 38-də, həm də 39-da. Biz deyirdik ki, cümlənin sonunda söz önü varsa, who olur, what olur. Bir dənə yeganə bağlayıcımız V-dir ki, cümlənin sonunda from-la bərabər işlənir. Yəni 38-də D, 39-da B variantı. Baxın 40-cı suala. Deməli 40-cı sualda bax remember xatırlamaq feildir. Ümumiyyətlə burada da had happened baş vermək deməli bitmiş zaman forması gəlib və feil gəlib. Yadımızda saxlayırıq. Feildən sonra zət gəlməz. How-dan, whom-dan, why-dan sonra xəbər gəlməz. Yəni burada cavab qaldı D variantı. Baxın uşaqlar 41-ci sualda. Bax burada xəbərdir. 3 nöqtədə xəbərdən ümumiyyətlə feildən zət və yaxud which özün 3 nöqtədən əvvəl isim gəlməlidir. Why-dan və yaxud how-dan sonra xəbər gələ bilməz. Yəni burada cavab qaldı B variantı. Baxın uşaqlar, deməli 41-ci sualda. 41-ci sualda burada görürük student. Student canlı isimdir. Deməli which burada nəyə aid olur? Cansıza aid olur. What-dan əvvəl isim gəlməz. Whose-dan əvvəl canlı isim, sonra da isim gəlməlidir. Bu da D-də ona görə səhvdir. Ümumiyyətlə şəxsdir. 3 nöqtədən əvvəl gələn student, şagird şəxsdir. Şəxslə ulaşan bağlayıcılarımız who-dur, whom-dur, whose-dur, bir də zətdir. Burada da why çıxırıq, yəni cavab qalır Y variantı. 44-cü sualda. Baxın, person şəxs 3 nöqtədən əvvəl üzrü sanışarlar. Deməli, person şəxs canlı isimdir. Which cansız aid olur. What-dan əvvəl isim gəlməz. Whose-dan əvvəl canlı isim, sonra da isim gəlməlidir. Burada əvəzli gəlib, yəni mübtada xəbər gəlib. Whom-dan əvvəl canlı isim, sonra mübtada xəbər gəlirdi. Ona görə də cavab qalır A variantı. Baxın 45-ci testdə. 45-ci testdə bir də diqqətli baxın uşaqlar. Deməli, baxın, birinci 3 nöqtədən əvvəl gələn boy oğlan, 3 nöqtədən sonra gələn fazə ata. Deməli, bu oğlan canlı isimdir, sonra da ata da canlı isimdir. Ümumiyyətlə, iki isimin arasında həmişə whose işlənir. Bir də yadınızda saxlayın. Bu whose-dan əvvəl gəlir canlı isim, sonrasında fərqi yoxdur. Canlı da gələ bilər, cansız da gələ bilər. Deməli, 47-ci testə baxaq. 47-ci testlər çox zaman uşaqların çaşdığı bir hissədir. Burada görürük K, maşın. Maşın isimdir. Deməli, burada what-dan əvvəl isim gələ bilməz. Birinci halda burada bir səhvdir. Burada cavab 2-3-dir. İndi sual oluna bilər ki, müəllim, 4 niyə görə səhvdir? Uşaqlar, bax, görsən, deyir ki, I repaired last week. Mən bunu keçən həftə təmir etmişəm. Deməli, burada zaman var da keçən həftə. Da ikinci bir zamana ehtiyac yoxdur axı. 4 də ona görə səhvdir. Deməli, cavab qaldı burada nədir? 2 ilə 3. 48-ci testə baxın. Deməli, 48-ci testdə. Bax, cümlənin sonunda 10 söz önü var. Cümlənin sonunda söz önü varsa, who-dur, what-dur. Bir dənə yeganə V-dir ki, from-la bərabər işlənir. Deməli, bir dənə variantımız qalır D variantı. 49-cu testdə. Baxın, yenə də cümlənin sonunda from söz önü var. Why-dan sonra, when-dən sonra, how-dan sonra, zətdən sonra cümlənin sonunda söz önü gəlmir. Yəni, burada cavab qaldı D variantı. Baxaq 50-ci testdə. 50-ci testdə də, baxın, burada person şəxs canlı isimdir. Burada da was nədir? Xəbərdir. Was da xəbərimizdir. Deməli, how-dan əvvəl isim gəlmir. Where-dən sonra xəbər gəlmir. Why-dan sonra xəbər gəlmir. Which cansıza aiddir. Bu canlıdır. D-də səhvdir. Cavab qalır Y variantı. Deməli, uşaqlar, hələlik bu qədər. Sabah inşallah bunun ardından davam edəcək.